Bəs necə bu vaxta qədər siz efirdə, kanallarda görsənmirdiniz? Bunun səbəbi nə idi? Yəni həm tez idi, yəni efirə tez çıxmaq mənə elə gəlir lazım deyil. Ancaq indi mənə elə gəlir ki, hazıram. Yəni məqamıdır. Yəni özümə inamım var biraz. Asif müəllimin köməkliyi, mən də deyək. Bir də mənə bu sənətdə kimlər köməklik eləyibsə, mən İslam Rızayevə, Əli Rızayevlərə onlara minnətdarlığımı bildirirəm. Mənə çox kömək olub, dayaq olublar. Bahar xanım, reportajınızda hələlik neçə mahnı var? Mən kaset üzərində işləyirəm. Səbun studiyası ilə 10 dənə təzə mahnıdır. İkinizə bir dənə sual vermək istəyirəm. Bu sual oxuduğunuz duet mahnı haqqında olacaq. Bunun ətrafına gəlin biz danışaq. Necə oldu bu duet mahnını oxumaq qərarına gəldiniz? Bir şadlıq evində toya düşdük, məclisə, toy mərasimi. Orada səsimiz uyğun gəldi. Və olmaz belə qamət mahnısı çıxanda mən fikirləşirdim, kəşələ mənlə oxuyaydı, ya nəsə belə səsimiz uyğun gəlirdi, hiss edirdim. Və toyda da rastlaşdıq. Mən Asif müəllimə müraciət elədim.